Əşur-i Şəbaniyə xutbəsidir ki, Peyğəmbər əleyhissalam bu xutbəni söyləməklə bütün Ramazan ayının xüsusiyyətlərini, savablarını və o ayda görməli olanları xutbədə əksəriyyətini cəm eləyib və bizə söyləyib. Keçən həftə, keçən cümə biz bu xutbədən bir hissəsini oxuduq. İnşallah bugün də onun ardını oxuyaq. Ramazan ayında elə düşünürəm ki, bu xutbəni oxumaq qədər faydalı bir xutbə olmaz ki, Peyğəmbər özü bu xutbəni oxuyub. Bismillahirrahmanirrahim. Fəəsəlullah Rabbikum biniyyatin sadiqətin və qulubin tahirətin ən yuvaffiqakum lisiyamihi və tilavəti kitabihi fəinnə şəqi mən harramallahu ğufranəllah fi hâziki şəhril azim. Buyurur, bu ayda sadiq, doğru niyyətlərlə, pak qəlblərlə, yəni xaliscəsinə istəyin. Yəni bu söz budur ki, qəlbinə istə, ürəklə istə. Görərsən, vatan adam necə əl uzadar istəyər ki, xilas elə məni. Ya birində bir ehtiyacın olsa, birinin məsələn, necə ondan ürəklə istəyərsin, ürəklə belə az qalarsa, ürəyi çıxardasan o istəməyə. O cürlə doğru niyyətlərlə, o cürlə pak qəlblə Allahdan istəyirən ki, Allah müvəffəq eləsin səni, tövfiqat versin sənə bu ayın orucunu tutmağı. Yəni, bu sözün bir mənası odur ki, bu deməklə mən tuturam. Allah müvəffəq eləməsə tuta bilməzsən. Allah istəməsə tuta bilməzsən. Allah səbir verməsə sənə dözə bilməzsən. Bunu Allahdan istə. Və ikincisi buyurur ki, və tilavəti kitabihi. Və Allahdan bu cür istə ki, ay Allah, mənə sənin kitabını oxumağı müvəffəq elə. Yəni, Qur'anı oxumağı müvəffəq elə. Bu çox əhəmiyyətlidir. Mən keçən dəfə bunu danışmışam, amma istəyirəm toxunum, sonra davam edeyim. Bu çox əhəmiyyətlidir. Allah Ramazan ayını Qur'anda tanıdmaq istəyəndə demir ki, Ramazan ayında siz üçün oruc qərarı vermişəm. Biz Ramazan ayı, bizim üçün Ramazan ayı orucla məşhurdur. Amma Allah və mələkutun yanında Ramazan ayı nə ilə məşhurdur? Quran nazil olub. Şəhrur Ramazan əlləzi unzilə fihil Quran. Allah Quranda buyurur, o şəhr-i Ramazan odur ki, mən o ayda Quran nazil eləmişəm. Allah Ramazan ayını sənə tanıttıranda Quran nazil olan ay kimi tanıttırır. Anladıq nə deməksən? Yəni bu ayın şərəfliliyindən birisi də Quran nazil olub. Quran oxuyaq, Quran. Apa verirsiniz, o pulları oxuturursa, ölənlər bizə. Allah savab versin, aybi yox. Qoy pulu cibə, get Azərbaycancı özün oxuy. Savabını da ölənlərə verərsən. Birdən desən ki, ya düzdür, gəl mənə digilən. Oxu o cürlə, sən mənim atama bağışla, mən də oxuyub sənin atama bağışlayanım ərəbcə. Necə istəmirsən, gətirsən o mənim atama bağışla, oxuduq və Azərbaycan oxuyub başa düşdüyün tam Quranı. Mən də ərəbcə oxuyaram, sənin atama bağışlayaram onu. Oxuy, öz savabın da var orada. Peyğəmbərə də bağışlasan, Əhl-i Beytə də bağışlasan, yenə də onlara da var, sənə də var. Ölənlərə də bağışlasan, onlara da var, sənə də var. Savab bölündükcə azalmaz. Qorxmayın savab bölməyə, qorxmayın. Adam elə ki, savabını bölsən, savab nə olar? Azalar. Allah səni ürəyibə görə ona da o qədər verər, sənə də o qədər verər. İmam Sadiq əleyhissalama soruşdular ki, məsələn, bir iş gördü insan. Məsələn, bir işi gördü 3 nəfər. İndi bunun savabı 3 nəfərin arasında bölünəcək. Savab oluyor var da, məsələn, 100 puan. Nə qədər bölünəcək savab? 100 savab var, necə bölünəcək? Hərəsinə 3 yerədir də Allah siz kimi deyil. Belə deyək, özümüz Allah səhə kimi kişilərdəndir. Allah hər birini ayrı-ayrılıqda o əməlin savabını verər. Ayrı-ayrılıqda. Bir adam, bir var, bir məscid tikib, buna gücü satır. Birinin də məscid tikməyə gücü satmayıb. Bir maşın daş almağa gücü satıb. Bir maşın daş alıb. Birinin pulu yoxdur, o maşını gəlib neyniyib? Daşıyıb. Hər birinə bir məscid savabı verilər. Hər birinə. Hər kəs qüdrətindən eləyir. Baxın ki, qüdrətindən eləyib ya yox. Bu ayda kitab oxumaq Allahdan istəyin. Buyurur, bədbəxt o kəs ki, bu ayda Allahın rəhmətindən, mərhəmətindən
Nə olub? Uzaq düşüb. وَاذْكُرُوا بِجُوعِكُمْ وَعَتَشِكُمْ فِيهِ جُوعَ يَوْمِ الْقِيَامَةِ وَعَتَشُهُ وَجُوعُهُ. Ki, oruç tutdun, acıdın, suzudun. Elə ki, acıdın, suzudun, xatırla. Neyi xatırlayacaqsan? Qiyamətin aclıq və susuzluğunu. Bir adam deyir ki, orucumu pozdum. Niyə pozdun? Suzumuşdum. Daha deyə bilmir də, utanırdırsın ki, acımışdım. Deyir, suzumuşdum. Çox suzumuşdum. Hamı suzuyur, hamı acıyır. Biz elə suzuyuruq, acıyırıq və dözürük buna ki, səbrimiz artsın, iradəmiz artsın. Allah qarşısında öz iradəmizi, öz imanımızı ispat eləyək bunu ilə. Budur da. Yoxsa suzumasaydım, acımasaydım, oruç tutmuşam, nə suzumuşam, nə acımışam. Oruç tutmamısan ki sən. Bir nəfər belə baxdım, o baxdım, gördüm belə, halı da belə yaxşıdır, oruçluğun halı da çox yaxşıdır. Oruç tutmamısan sən, mənim də nəfəsim gəlmir danışmağa. Bu da qəşşən Quran oxu cikkilti ilə. Dedim ki, sən oruç tutmamısan, belə, nöş tutmamışam. Deyirəm ki, maşallah, halaldır sən. Neyimisən sən? 4 dənə soğutma, bir dənə qayğanaq, 2 dənə qoğal, saydı, dedim, o saxla da, maşallah da, belə də olmur da. Dünyanın düz vaxtı 4 dənə soğutma, mən elə ağlıma gəlmə başıcan giymişəm. Belə üstünə 2 dənə qoğal, neçə dənə şəkər bura. Deyir, o elə ki acıdın, elə ki suzudun, qiyamətin azlıq və susuzluğunu yad basa. Nədir qiyamətin azlıq və susuzluğu? Allah göstərməz. Bax, bir dənə biz anlamamışıq qiyamət nədir. Anlamamışıq da, gücünə deyir ki, hiss eləmirik qiyamət nədir. Sözdür, söz deyiblər ki, belə bir şey olacaq. Peyğəmbərə Nəba surəsi nazil oldu, Nəba surəsi. Bir qədərdən sonra gördülər Peyğəmbər əleyhissalamın o mübarək saqqalında, o qara saqqalında ağ tüklər yarandı. Üzünün saqqalı başladı bir qədər ağarmağa. Təəccüb elədilər. Ya Rəsuləllah, nə baş verdi sənin həyatında bu tezliklə ki, sənin mübarək üzünün saqqalı ağardı. Nə ağartdı sənin üzünü? Nə buyurdu? Nəba ağartdı, Nəba. Nəba surəsi. Nəba yəni böyük xəbər. Qiyamətin xəbəri gəldi Peyğəmbərə. Qiyamətin. Allahu Ekber. Aləmlərə rəhmət olan Peyğəmbər, insanlara, müsəlmanlara özü şəfaət verən bir Peyğəmbərə qiyamətin xəbəri gəlir. Həyacandan, qorxudan üzünün, saqqalının tükü ağarır. Bizim vəziyyətimiz necə olacaq? Hə? Bizim vəziyyətimiz necə olacaq? Heç olmasa biraz qorxaq. Odur ki, buyurur, elə ki sən acıdın, qiyamətin aclığını yadına sal. Qəbirdən az duracaqlar, məhşərə az gələcəklər. Hətta cəhənnəm əhli üçün var ki, bu aclığın arxasıca onlara cəhənnəmdə ziyafət veriləcək. Ziyafət, qonaqlıq. Nədir? İçməyə irin, yeməyə zəqqum. Allaha pənah. Amma bir müjdə var sizə. Sizin hər birinizə bir müjdə var. Əksər hədislər bunu deyir. Peyğəmbər ona işarə eləmək istəyir. Ora işarə eləmək istəyir. Hər kəs dünyada oruç tutsa, qiyamətin aclıq və susuzluğundan amandadır. Allah hamımızı o günün əzabından amanda saxlasın. وَصَدَّقُوا عَلَى فُقَرَائِكُمْ وَمَسَاكِينِكُمْ. Sədəqə verin, ehsanat eləyin. Öz fəqirlərinizə, öz miskinlərinizə, yəni bildiyiniz, tanıdığınız fəqir və miskinə sədəqə verin, kömək eləyin bu ayda. Ehsan ayıdır bu ay. وَقَّرُوا كِبَرَاكُمْ وَارْحَمُوا صِغَارَكُمْ. Hörmət eləyin, üstün eləyin. Öz böyüklərinizi, ağsaqqallarınıza hörmət eləyin. Yaşlılarınıza hörmət eləyin. Yuxarılı tutun onları. Ayaqlarına qalxın.
hörmətlərini saxlayın. Varhamu siğarakum, öz körpələrinizə, kiçiklərinizə də rəhm eləyin, kiçiklərinizə, sizdən kiçiklərə, uşaqlara rəhm eləyin. Mərhəmət göstərin, şəfqət göstərin. Vasilu ərhamakum, qohumlarınızda əlaqələri möhkəmləndirin, əlaqələri birləşdirin. İftar çağıranda səni iftarına get. Sən iftar süfrəsi verəndə onu da çağır. Qohumlarınla əlaqələrini birləşdir. Bir bayram, bir Ramazan ayıdır, bəhanədir. Çoxdan da danışmırsınız, bizdən gələ. Bəhanə olsun Ramazan ayı. Keyfini soruş, xəstəliyini soruş, problemlərini soruş, müşkillərini soruş. Arxasıca bir onun üçün dua eləginən. Denən, sənin üçün dua eləyərəm, dua elətdirərəm. Özündə eləginən. Vay vaydı. Vahfuzu əlsinətəkum. Qoruyun dilimizi. Amanın günüdür. Dilimizi qoruyun. İndi bilmirəm, dinləyirsiniz, dinləmirsiniz. Da bilmirəm mən. İnşallah ki, dinləyərsiniz. Biz hər axşam saat 11-in yarısında canlı olaraq söhbət eləyirik. Belə də gəlib iştirak eləmək istəyənlər olsa var, belə də izləyə bilərsiniz evinizdən. Bu mövzularda danışırıq. Dilinizi qoruyun. Dildən elə günahlar çıxır ki, sənin dini silir aparır. Dildən elə günahlar çıxır ki, sənin əməllərini yandırır aparır. Heç edir, heç səni heç edir. Dilinizi qoruyun. وَغُضُّ عَمَّا لَا يَحُلُّ النَّظَرِ إِلَيْهِ أَبْصَارَكُمْ. Gözünüzü yumun o şeylərə ki, sizin gözünüzün onlara baxılması haramdır. Haramdır. Nə olar, arada bir yüzümüzü çevirək də. Gərək yanımızda bir mömin olanda üzümüzü çevirək. Məsciddən çıxanda, naməhrəm qabağımıza çıxanda üzümüzü çevirək. Elə tək gedəndə də şəhərdə, onda da çevirək. Oturub telefona baxırıq, heç kəs də görmür. Orada gələndə üzümü çevir onu. Baxma, çıxacaq da qabağıma. Üzümü çevirməyi öyrən. Göz yummağı öyrən. Harama gözümü yummağı öyrən. Neyinimə çıxır da qabaq, çıxacaq. Həmişə çıxacaq, betəri də çıxacaq. Bununla imtihan da olunacaqsan. İndi çıxmağa nə var? 300 il, 200 il bundan qabaq çıxıb kişilərin qabağına. Üzləri də bağlı idi. Onda da onların qabağına çıxıb. Amma kişi olublar, üzlərini çeviriblər. İndi də çıxacaq. Üzümü çevirməyi öyrən. Bu söz budur, din budur. Haramla üzləşəndə belə eləməyi bacar. Oldu, dinim var. Bildin? Yox. Çıxdı qabağıma, yedin. Çıxdı qabağıma, didin. Çıxdı qabağıma, baxdın. Çıxdı qabağıma. Dedi, nə oldu ki? Bu din olmadı ki. La yahullu istima'a ileyhi esma'ukum. O şey və amma o şeylərə qulaq asmaqla ki, o şeylər sənə qulaq asılması haram olub. Haram olub. Nə qul haram olub? Nə haram eləyib Allah bizə qulaq asmağı? Həcə nəyə haram eləyib? Musika, caz, rock. O estağfurullah deyə, onun şişodur. Qeybəti haram eləyib, qeybəti. Birinin eybini açırlar, onu qulağı verməyi haram eləyib Allah. Haram eləyib Allah. Ağzı sulana biri birinin eybini açır, sən də gözlərini bərəldib qulaq açma. Sus dinə. Cürətin çatmır sus deməyə, dinən ki, gələm. Evdən zəng gəldi, arvaddan qorxuram, ya Allah. Qaç orada. Və təhənnənu alə eytəmin nas. Yetəhənnən alə eytamikum. Mərhəmət eləyin, mərhəmət eləyin. Xalqın yetimlərinə rəhmət eləyin, mərhəmət eləyin, qayğısını çəkin. Xalqın yetimlərinin. Yetimlər əmanətdirsə biləsiniz. Bir öz uşağın var, yadında saxla. Bu da sənə əmanətdir. Bir də bildiyin yetimlər sənə əmanətdir. Uşağın gecə ac yatsa, sən tox yatsan, qiyamətdə səndən soruşarlar ya yox. Özün yiyib yatmırsan, uşağı ağlayır, acından yemək vermirsən. Özün yiyib gəlmirsən haradasa, evdəkilər acdır. Bunun sualı olacaq insandan yoxsa yox. Kişiyik da bu, kişilər. Hər bir kişilik olacaq sualı, heç vaxt o imkan verməz. Əgər qonşuda ac uşaq yatsa,
ac getim uşaq yatsa onda sorğu-sual olacaq. Bundan artıq və daha şiddətli olacaq. Buyurur ki, yetimlərə rəhmət eləyin, mərhəmət eləyin ki, sizin də yetimlərinizə mərhəmət olunsun. Kim bilir ki, nə olacaq? Və tubu ilallahi min zunubikum. Bu ayda tövbə eləyin. Bilirsiniz də bu ayın zikirlərinin içərisində ən əsas zikir nədir? Tövbə eləyəsən, istiğfar deyəsən. Tövbə eləyin, bütün günahlarınızdan, min zunubikum, bütün günahlarınızdan Allaha qarşı dönün. Tövbə edin, yəni dönün Allaha qarşı. Deməklə ki, bu qalsın, bunlardan, bunları da eləməyəcəyim, amma bu qalsın da böyle lazım, cavanım böyle lazımdır mənə. Yox, hamısına. وَارْفَعُوا إِلَيْهِ أَيْدِيكُمْ بِالدُّعَاءِ فِي أَوْقَاتِ صَلَاتِكُمْ وَارْفَعُوا إِلَيْهِ أَيْدِيَكُمْ بِالدُّعَاءِ فِي أَوْقَاتِ صَلَاتِكُمْ Namaz əsnasında dua edin və dua zamanda nə edin? Əllərinizi göyə qalxısın. Hele belə dua eləmə də. Birinci dua elə. İkincisi də dua eləyəndə nə et? Əllərini göyə qalxır. Varfa'u ileyhi eydikum bid-dua. Dua vaxtı əllərinizi göyə qalxıdın. Göyə, belə yox da. Göyə qalxız. Fi avqati salatikum. Öz namaz vaxtlarında. Nə var deyir namaz vaxtında? Niyə? فَإِنَّهَا أَفْضَلُ السَّاعَاتِ Çünki o namaz vaxtı ən üstün saatdir, ən fəzilətli saatdir. Nə var? Nə fəzilətində nə var? يَنْزُرُ azza və cəl fīhə bir-rəhməti ilə ibadihi. O saatdə Allah öz qullarına rəhmət nəzəri ilə baxır. Onun üçün də dua namazda çıxıb getmə. Dua elə və əllərini göyə qalxız. Tək Ramazan ayına aid deyil ha. Bu elə ümumidir. Da Ramazan ayında heç. Allah bir rəhməti ilə ibadihi, rəhməti ilə baxar öz qullarına, nə baş verər? Yucibuhum izən nacah. Yecibuhum izə nacah. Nicat istəsə bəndə orada, nicat istəsə o anda. Nicat istəyirdi Allah'tan. Düşüb sıxıntıya, Allah göstərməz. Bəzən görərsən ki, insan özü də bilməz, kiçik bir şey ona böyük sıxıntı verər. Kiçik bir şeydir ya. Görmüşsünüz də bəzən də bu qışda da gördük. Görürsən maşındır, nə dərədir, nə təpədir, nə düz yerdə yanıb, nə edir? Bu qısa vaxt deyir, qaz verirsən, bakışqadan tüstü çıxır, getmir qardaş. Baxırsan, dərə dör, təpə dör, yoxuş dör, eniş dör. Görmüşsünüz də belə. Görürsən bir dənə belə qalxmaq istəyir bir adam, balaca bir tramplin, bunu getmir maşın. Görürsən, bəzən insanın həyatında kiçik bir şey insanı elə sıxıntıya salar ki, çıxa bilmir oradan. Çıxa bilmir, gərək kimsə çıxartsın onu. Görərsən ki, bəzən kimsə çıxarmaq istəyəndə o adam da düşər ora. Mütləq onu Allah çıxarmalıdır. Çünki kiçik şey adam. Deyir ki, elə zamanda idə nacah, o nicat istəsən o saatda Allah'tan, Allah sənə nə eləyər? Nicat verər. Və yəlibbihim idə nadah, nida eləsə, nida. Nada, yəni nada, çağırmaq, orada çağırsan, nida eləsə, Allah'a çağırsa, orada ona nə olar? Cavab verilər. Və yu'tihim idə səələhu, hər kəs istəsə o saatda Allah'dan Allah əta eləyər ona. Və yustəcibu ləhum idə da'və, deyir, orada dua eləsə, o saatlarda əllərini qalxısıb Allah'a dua eləsə, Allah onun dualarına cavab verər. Dedim keçən dəfə, qəbul eləmək başqa sözdür. Allah qəbul eləsin, Allah müstəcəb deyirik də, eləsin o başqa şey. Müstəcəb yəni cavab versin. İstədin Allah'tan, Allah mı versin sənə?
Allah bu ayda etdiyimiz bütün gözəl dualara, xeyirli duaları müstəcəb eləsin. Allah nicat üçün əlini göyə qalxızanlarımıza nicat versin. Allah, Allah'a Allah deyib çağıranlarımızı, nida eləyənlərimizə Allah cavab versin inşallah. Allah'dan o şeyləri istəyirik, bizim ehtiyacımızdır, yaxınlarımızın ehtiyacıdır. Allah onları bizə əta eləsin. O dualar ki, gizlində, aşkarda, gecə, gündüz, oturan yerdə, namazda, uzananda, qəlbimizdə, elə duadır da, bunu eləyirik də Allahla da. Allah, Allah, elə dualar var ki, dilimizə də gəlmir. Elə dualar var ki, ancaq qəlbimizin bir küncündədir, amma həmişə işığı yanır. Bildiniz də az dualardır da, həmişə işığı yanır, istəyir Allahdan. Qəlbinin gizliyində Allah'da, Allah hər şeydən xəbərdansan, sən qəlblərdən xəbərdarsan, qəblərin hissindən, pıçıltılarından xəbərdarsan Allah. O dualarımızı dərəcəyə qəbul etiricinə, xəstələrimizə şifa vericinə, evladı olmayanlara evlad bəxş eylə, evi olmayanlara ev verginə, ruzu sıxıntısı olanlara bol geniş ruzlar əta elə, borc sıxıntısı olanların borcunu tezliyi ilə Allah özün qəzaya əda eləyəcəklə. Evi olmayanlar, eşiği olmayanlar, ev sıxıntısı olanlar, ev darlığı olanlara Allah geniş evlər nəsib eləyəcəklə. Allah o subaylarımız ki var, evlənmək istəyirlər, hər hansı bir maniyələri var, İstər qızlarımız olsun, istər oğlanlarımız olsun, Pərverdigar Rəbbim, onlara gözəl ailələr nəsib eyləcinə. Təzə evlənən cavan ailələrimizi özün qoruyub, o ailəni daim olan ailələrdən qərar ver. Evladlarımızı xəstəliklərdən hifz eyləcinə, yaşlılarımızı qəzalardan hifz eyləcinə. Allah bizi dində, imanda yaşadıb, dində, imanda da dünyadan aparma cinə. Xüsusən o saatdə ki, qəlbimizi, ruhumuzu təslim eləyəcəksən, orada düşmənimiz başımızın üstündə hazır olacaq, imanımızı almaq istəyəcək Allah o zamanda, o can verən zamanda, kəlmə-i şəhadət, dilimizdə olan kəlmə-i şəhadət, kəlmə-i teyyibə ilə qəlbimizdə olan sənə olan bu məhəbbəti tamlıqla sənə verməyi bizə nəsib eləyəcək. Ağamız, Mövlamız İmam Məhdini səlamat eylə. Biz o ağanın huzurunda, xidmətində qərar ver.